Başladım. Bir dənə də su içim. Sonra bu ilin əvvəlində səninlə Amerikano çəkəndən sonra, YouTube-da yayınlanandan sonra mən gördüm ki, nə qədər mənim tanıdığım insanların müəllimi olmusan. Yəni sözün əsl mənasında müəllim Nadir Şəfiyevlə biz bugün IT sahəsində söhbət edirik. Əvvəllər kimsə müəllim deyəndə cavan vaxtı utanırdıq da. İndi artıq yaşlanandan sonra həqiqətən də müəllim yapışıb üstümüzə müsbət mənada. Və əgər biz insanlar da işlədiyimiz sahədə AI-ya bu sürətlə daxil olsaq, gələcəyin parçası olacağıq. Mənim məlumatım olduğu sahə proqramlaşdırma, onun testingi, indiki dövrdə agentic AI dediyimiz sahə var ki, mən özüm o sahədə işləyirəm. Amma market həqiqətən də iş yerləri azdır. Xüsusilə noyabr-dekabr ayı marketin ən ölü vaxtıdır. Belə düşünmək lazımdır ki, intervyu prosesində heç kəs sənin 100% hər şeyi biləcəyini onsuz da düşünmür. AI fikirləşir, RPA işi görür, adam da kef eləyir. Yəni